Bu meyxana deyənlərin müğənnilərlə, qadın müğənnilərlə duet oxumağına mən heç niyə pis baxmalıyam ki? Pis baxmıram, əksinə yaxşılarını alqışlayıram. Bu hardasa gözəldir. Meyxana duet oxuyurlar. Sadəcə indi duetinə yaxşı alınanı, pis alınanı var da. Elə vaxt o ki, məsələn, meyxanada müğənni ilə duet oxuyur. Duet iki cür olur da. Bir var ki, meyxana deyən öz yerində meyxana deyir. Müğənni xanım öz yerində mahnı oxuyur. Bir də olur ki, ikisi də mahnı oxuyur. Meyxana deyən də mahnı oxuyur, o da mahnı oxuyur. O da bəzi meyxana deyənlər var ki, o şey düşmür də, oxumağa, yəni özünü məcbur edir ki, oxuyacam da. Yəni belə bir şey var, amma var çox yaxşı alınanları, ondan məclisləri gedənlər. Bu qazancı artıran bir şeydir, bu cəmaatın xoşuna gələn bir şeydir. Yəni, oxumaqlarına pis baxmıram. Həm qazancı çoxalır, həm məclislərə bir yerdə dəvət edirlər, gəlirlər, oxuyurlar. İşi gücü çoxalır. Mən də belə adına sanına da şey gətirdi, amma yaxşı alınanları da, indi onun içində alınmayanları da var. Qaldı mənə, mən bir dəfə o duet deyəydi, ona da eləmişəm. O da Gülyanak, Gülyaz bacıları ilə Şək haqqında demişik. Mən öz yerimdə meyxanamı demişəm, onlar öz yerində mahnılarını oxuyublar. Çox qəşəng də alınıb. Amma belə də, yəni mən xalq artistlərimizdir, maşallah. Gör necə peşəkar müğənnilərimizdir. Qaldı məndə oxumağı, mənim də o oxumaq səsi mən oxuyumsa, bu mən özümü orada görmürəm də. Mən öz yerimdə meyxana deyə bilərəm. Öz hissəmdə öz yerimdə meyxana deyim, xanım mahnı oxusun. Burada problem yoxdur, onu eləyə bilərəm, amma mən onu, yəni məni bundan sonra onu durum məsəl üçün elə müğənni ilə məsəl eləsəm gərək heç olmasa ən azından bir təcrübəsi, yəni illərin heç olmasa sənətkarda bir heç olmasa tanınan bir müğənni eləyərəm də. Yəni yekəxanalıq olmasın. Mən də bir gənc bir şeylə xanımla durum, yaşıma, başıma belə biraz təcrübəmə də düz gəlməz ki, bir gənc xanımla mən nəsə belə durum eləyim. Eləsəm də nə bilim gərək indi o nə dərəcədə o da bir-birimizə bağlayan bir şeylər olsun da, o mənim sənətim bəyənsin, mən o sənətim bəyəndim ki, o şey olsun. Amma belə bir müğənni olsa ki, belə də, yəni o görkəmli müğənnilərdən olsa, ondan eləyərəm, amma necə eləyərəm, belə də, mən meyxanamı deyim, o mahnısını oxusun, yəni uyğun olsun da.